Yine bir vlogla karşınızdayım. Bugün bir yerde hazırlaşırıq. Aldığım planşetdə YouTube izləyərək makyajımı edirəm. Alisa nənəsindədir, ona görə də rahat-rahat Ozmo ilə kofe içirəm. Bunu dünən Fuad almışdı. Ümumiyyətlə belə bir şey izləyərək, kofemi içərək edilən makyaj terapi kimi gəlir mənə. Makyajıma L'Oreal'ın Nude Glotion bazası ilə başlayıram və Like-ın bu fiksator ilə də bitirirəm. İki məhsuldan da razıyam, sevərək istifadə edirəm. Yanınızdadırsa Temu'dan təzə fen almışdım. Gəlin bugün saçlarımı həmin fenlə buraq. Fenin effektini həqiqətən də çox bəyəndim, çünki gün boyunca bu saçlar laksız bir şəkildə bu formada qaldı. İndi isə parfüm seçirik. Victoria'nın Secret Angel adlı parfümünü istifadə edirəm. Bunun qablaşdırmasını dəhşət çox bəyənirəm. Fresh bir qoxusu var, tam mənim sevdiyim kimi. İndi isə bir yerdə çantamı yığırıq. Bu çantamı 2 il bundan qabaq Trendyoldan 10 manatda sifariş eləmişdim, amma inandırım sizi keyfiyyəti və duruşu o qədər qəşəngdir ki, hər kombindən də gedir. Buradan da gördüyünüz kimi içinə xeyli məhsul sığışdırmaq olur. Üstəlik çox rahat, çox gözəl və keyfiyyətlidir. Çantama aksesuar taxmışam. Bunu qaynanam vermişdi mənə. Tam bu çantanın vibe'ını verir. Mən burada hazırlaşana kimi artıq Alisa'nın nənəsi gətirdi. Gördüyünüz kimi mənim minnoş qızım mənim makyaj çantamla evdə gəzir. Bu arada önlüyünə fikir verməyən kirlidir. Onsuz da ki önlüyünü müvəqqəti taxmışam. Üstünü çox tez kirləndirir. Ona görə də getməmişdən qabaq önlüyünü dəyişirəm. Burada isə mənim final lookumu görürsüz. Sadə bir şey geyindim, həm də rahat olsun deyə. Hər birimiz hazırlaşandan sonra artıq ki evdən çıxdıq. Bu arada dırnaqlarımı hər zamanki kimi Saadet xanım eləyib, çox bəyənirəm onun əl işlərini. Belə yolu çəkdikdən sonra Şəmkili biraz görün. Gəncəyə daxil oldu. Gəncənin belə ab havasını həqiqətən də çox bəyənirəm. Hətta Gəncədəki bu kərpic evlər ümumiyyətlə mənim çox xoşuma gəlir. Şəhərə xüsusi gözəllik qatır və özünə məxsusluğunu artırır. Çünki Gəncədə bu butulkadan hazırlanan evin tarixini bilirsiniz. Bilməyənlər üçün də istədim videomda paylaşım. Deyərdim ki, bu ev Gəncənin göz bebeğidir. Həqiqətən də çox qəşəngdir. Nəysə, biraz tarixi gəzdikdən sonra axır ki gəldik, çıxdıq mola. Ailəvi gəzintilər zamanı bizə ən çox Gəncə mola getmək sərf eləyir. Çünki həm yemək tez hazır olur, həm də ki körpə ilə getmək ora daha rahatdır. Ümumiyyətlə Gəncə şəhəri mənə həmişə doğma gəlir. Biz balaca olanda hər zaman Gəncəyə gəlirdik. Uşaqlığım demək olar ki, Gəncədə keçir. Bu arada Ramazan ayı üçün qəşəng dekor qurmuşdular. Sırf içindəki oyuncaqlara görə həmişə Happy Meal sifariş eləyirəm. Bunun da əsas səbəbkarı Alisa'dır. Oyuncaqları Alisa üçün saxlayıram. Fast food hər gün yeməyin tərəfdarı deyiləm, amma ayda bir və yaxud da ki 2 dəfə getmək məncə problem deyil. Burada da gördüyünüz kimi Alisa kartoflu yeyir. Dadını dəhşət çox bəyənir. Ona görə rahatlıqla verə bilirik. Və gəldi hər bir xanımın hər bir restorana gedəndə mütləq etdiyi şey təbii ki dodaq boyasını yeniləmək. Mənim ən sevimli dodaq qələmim Miss Days 41 moka rəngi və Maybelline New York Pepi rəngi. Bu lip kombosuna bayılıram. Həqiqətən də dodaqda duruşu əladır. Və biraz güzgüdə özümüzü çəkirik, lookumuzu göstərmək üçün yenidən. Bu arada qızlar, qulağıma tragus piercing etmişəm. Necədir sizdə? Məncə çox yaraşır. Burada yenə saçlarımı sizə göstərirəm. Həqiqətən də qalıcılığı möhtəşəm, bu fenə bayıldım. Bu da gördüyünüz mənim qardaşımın oğludur. Yəni Alisa'nın hələ ki ən yaxın dostlarından biri. Alisa ümumiyyətlə bütün uşaqlarla yaxşı yola gedir. Hətta deyərdim ki, uşaqlarla oynamağı çox sevir, ünsiyyətçildir və sosial bir bebedir. Alisa ilə ən çox çətinlik çəkdiyimiz şey onun yatmaq vaxtıdır. Yatmaq vaxtı gələndə həqiqətən də çox kürlü eləyir. Buradan da əli boş çıxmadıq, defaktodan qəşəng bir kofta aldıq Fuad üçün. Mən həmişə özümə nəsə alanda onlayndan rahat bir şəkildə ala bilirəm. Amma bu Fuadda alınmır. Gəl o geyinə baxa elə ala. Ona görə də nadirən Fuadı onlayn alış-veriş zamanı görə bilərsiniz. Bu arada sizə göstərməyi unutdum. Biz hər zaman harasa çıxanda Kapitan Burpresindən mütləq götürürük, çünki Alisa'nın sevimli. Burada isə Alisa üçün yığdığım Happy Meal-dən çıxan oyuncaqları sizə göstərmək istəyirəm. Evə gələn kimi makyajımı falan sildim. Alisa isə yerdəki oyuncaqlarla oynayırdı. Makyajımı silmədən öncə sizə saçımı göstərmək istəyirəm. Gördüyünüz kimi gün boyu qalıcılığı belə oldu. Məncə lakda vursam qalıcılığı həqiqətən də super olar. Bir də mən evə gələn kimi makyajımı silməmişdən qabaq çantamdakı bütün məhsulları yerlərinə qoyuram. Çantada artıq məhsul qalanda narahat oluram. Vlogum burada bitdi. Ümid edirəm ki, maraqlı oldu sizlər üçün.